Range Rover'e verilən pula mənim hayfım gəlir Qurandan da olsun. Onu alan nə fikirdən, nə düşüncəni alır. Hələ də mən onu fikirləşirəm. Tez Qurandan da olsun. Niyə fikirləşirəm? Buna məsəl üçün verim 200 min dollar verincə, dollar yox manatdan da verim 300 min manat verincə, 200 min manat verincə. Bir dənə 2014-ün qalikini al qoysan altıva qardaş. Həm ondan Bugatti, həm dözümlü, həm də xarab olmur Qurandan da olsun. Neyinəmək 3 gündən sonra bir 4 gündən bir bu boyda kuzuya koy biçim motor. Ne zible dermandı. 10 günden bir de giysen üstü dese 500, 600, 2000, 5000 nallıya giysen. Öyle şey olur. Öyle kalika sürücünden kardeşim. Ve Nissan Patrollar 2023-24. Kur'an'dan olsun hamısından Bugatti'di. Vallahi bu niye maşın oluyor? Buna bak. 2022-23'ündü baba. Buna bak. Doğru yapılar. Heh. Buna bak. Doğuldu. Kur'an'dan da olsun. Buna bak. İyi bak. Doğramışlar bak. Oo. Ne zaman dedi ben bunu Oscar. Ne lazımdır? Mən öz düşüncəmdə Range Rover maşındır qardaşım. Rasolu çox böyük, həddindən artıq. Ondan sonra Qalik alıb sürərəm, Nissan Patrol alıb sürərəm, təzə Lexuslardan alıb sürərəm. Hamısından da Bugatti'dir. Bax, söz üstünə gəlib düşər elə. Range Rover yaxşıdır, bu yaxşıdır. Mənə qərar verin insanlar.